Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə HTML5 təqləri haqqında danışacağıq və təbii ki, burada belə deyək də daha çox istifadə edə biləcəyiniz və ya qarşılaşa biləcəyiniz təqlər haqqında danışacağam sizinlə. Təbii ki, biz öncəki dərslərimizdə də HTML5 təqlərini keçmişik. Məsələn, semantik etiketlərdir və sair çoxlu HTML5 təqlərindən biz keçmişik. Son dərs olaraq, yəni bu seriyanın dərs olaraq son dərsidir, amma praktika dərsləri təbii ki, davam edəcək. Bu dərsdən sonra praktiki dərslər olacaq, layihələr olacaq. Və burada istədim ki, bu etiketlər, təqlər haqqında sizə məlumat verim, yazılışlarını göstərim və HTML5 təqlərini necə araşdıra bilərsiniz, onun haqqında da məlumat verəcəm. İlk öncə gəlin belə bir yazılış yazaq. Məsələn, bir div yazıram, elə deyil. Bu divin içərisinə image yazıram. İndi məndə burada link var. Baxın, bunu kopya edirəm buradan. Yapışdırıram bura. Gəlin buna istəyirsiniz width height də deyək. Baxın, width deyirəm, daşlanmasın kənara. 400 piksel deyə bilərik, height də deyə bilərik. 400 piksel olsun elə bu da. Bunu yazdıq, elə deyil. Bunun altından da P ilə məsələn şəkil haqqında məlumat yazmaq olar. Mənzərə, nə bilim, ağaclar. Məsələn, belə bir şey yazmaq olar. Ctrl S eləyirəm. Bu formada gəlir, elə deyil. Mənzərə, ağaclar yazısı bura düşdü və bu şəkil özü də bura düşdü. Elə deyil. Bunu sol tərəfə gətirsək bu formada da baxa bilərsiniz. Yəni biz burada nəticədə nə iş gördük? Bir dənə div içərisində image yazaraq P-də yazdıq və bunu image ilə P-ni qruplaşdırdıq. Bir div içərisinə aldıq. Bu yazılış səhv deyil, baxın. Bu işləyən bir məntiqdir. Sadəcə HTML5-də məsləhət görüldü ki, hətta bunu buradan silirəm, baxın, bunu buradan silirəm. Məsləhət görüldü ki, fiqurdan istifadə edək bunun yazılması üçün. Kənarda yazdığımız div ki var, onun yerinə fiqur yazaq. Fiqur içərisində image açıram, yenə bura Ctrl-V edirəm, bu şəklin linkini yapışdırıram. Gəlin width height dəyərlərini verək bunun. 400 yazıram. Height də deyəcəm. 400 deyəcəm buna da. Adından göründüyü kimi fiqur, fiqurlarla bağlı olandır. Bu P içərisində yazdığımız açıqlamanı isə fig caption-dan yazaq. Baxın, fig caption-dan yazaq. Bu formada. Məsələn, meşəlik, təbiət. Bu formada yazılar yaza bilərik. Təbii ki, burada alt dəyəri də var. Bunu da yazmaq mümkündür. Bunun haqqında məlumatımız var da. Amma burada fig caption isə ekranda göstərilən hissəyə düşəcək olan yazıdır. Fiqur isə bunu öz içində saxlayan konteynerdir deyə bilərik. Yəni bunların üst elementidir deyə bilərik. Aydındır? Bu formada, yəni yaxşı olar ki, şəkilləri və sair yazdığımız zaman bu fiqurla, fig caption-dan istifadə edək. Aydındır? Bu semantik tərəfdən, SEO tərəfdən əhəmiyyətlidir. Ctrl-KC edirəm. Yazmasaz da olar. Baxın, təkrar-təkrar deyirəm, yazmasaz da olar, amma yazmağınız məsləhətdir. Aydındır? Bunu bilin. SEO əhəmiyyətli olduğu üçün deyirəm bunu. Daha sonra burada details var. Baxın, details yazıram bura. Bunun içərisində summer istifadə edə bilərik. Baxın, summer. Burada details nə deməkdir? Yəni gizli bir mətin təqdim edə bilirik və burada ekranda görsənən mətni summer içərisində yazırıq. Məsələn, burada mətin var. Elə deyil. Bu formada yazı yazdıq. İndi bunun altına P yaza bilərik. Lorem məsələn 20 deyək, enter vuraq, Ctrl S eləyək. Baxın, bu formada yazdıq. Ekrana görə necə düşdü? Sol tərəfə gətirim. Ekrana bu formada düşdü. Baxın, details içərisində yazmışıq. Summary hissəsində yazılan hissə burada görsəndi. Amma bura klik etdiyimiz zaman açılır və P də görsənir. Klik edirəm, bağlanır. Baxın. Bununla klik edərək bunu açıb bağlaya bilirik. Aydındır? Bu da detailsdir. Müxtəlif yerlərdə istifadə etmək olar. Məsələn, hər hansı bir şey haqqında məlumat təqdim ediriksə və s. istəyirik ki, birincidə görsənməsin bütün məlumat. Əgər istəyirsə şəxs üzərinə klik etsin, məlumatı görsün. Bu zaman details və summer'dan istifadə etmək olar. Bu formada istifadə olunur. Təbii ki, bunu fərqli-fərqli yollarla da etmək olar, amma bundan istifadə daha yaxşıdır. Bir də burada time vardı, səhv etmirəmsə time. Baxın, bu da adından göründüyü kimi vaxt zamanla bağlı bir şeydir. Bunun date time hissəsi var, onu da göstərəcəm sizə. Baxın, bura məsələn yazıram. Tutalım 15-i 10-cu ay hər hansı bir il yaza bilərik. 2000-ci il məsələn. Elə deyil, bu formada yazdıq. Ctrl S eləyirəm. Ekranda bu yazı görsənir, yəni tarix görsənir. Və bu robotlar tərəfindən başa düşülür ki, bu tarixlə əlaqəli bir şeydir, tarixdir, time'dır. Bu təqi tanıyır robotlar. Amma date time hissəsinə isə buna dəyər olaraq bunu tərsdən verməliyik. Yəni il, ay, gün formasında. Birinci ili yazmalıyıq, sonra ayı, sonra günü və defs-nə yazmalıyıq. Burada məsələn mən bunu belə də yaza bilərəm. Baxın, slash-lə də yaza bilərəm. Bu formada olar. Yəni bu ekranda görsən hissədir. Bunu mən necə istəsəm yaza bilərəm. Amma burada date time hissəsini mən defs-nə yazmalıyam. Yəni aralarda bu olmalıdır və il, deməli ay, gün. Yəni böyükdən kiçiyə doğru gəlməlidir. Onda belə olmalıdır. Baxın, 2000 yazırıq, defs yazırıq, 10 olmalıdır. Yəni 2000
2000-ci il 10-cu ay, məsələn, gündə 15. Bu formada yazı olmalıdır. Bu ISO standartlarına əsasən bu formada təqdim olunur. Ona görə də bu şəkildə yazmaq lazımdır da. Gəlib bura məsələn slash və sair yazmayın. Bu formada bir şeylər yazmayın. Aydındır? Bunu etməyin. Defs ilə yazın çalışın. Bu da time haqqında məlumat. Ctrl+K eləyirəm bunu. İndi HTML5 dediyimiz zaman, baxın, HTML5 HTML-in daha yeni versiyasıdır deyə bilərik və dediyim kimi biz zaten HTML5 təqlərindən çoxlu istifadə etdik. HTML5 tag yazıb axtarsaz əgər, sizin üçün çoxlu seçimlər çıxacaq. Hər hansı bir yerlərə məsələn kontrol vuraq, bunu açaq. Burada var bunun haqqında məlumatlar. Baxa bilərsiniz hansılar gəlib, hansının yerinə nə gəlibdir. Yəni çoxludur. Bunları qətiyyən əzbərləməyə çalışmayın. Ötəri bir baxın, amma qətiyyən əzbərləməyə çalışmayın. Bunların içərisində elələr var, heç siz ömür boyu onu istifadə etməyəcəksiniz çox güman. Yəni elə təqlər də var, aydındır? Sadəcə orada var, aydındır? Ona görə də çalışın, məlumatınız olsun, amma əzbərləməyin. Dediyim kimi, mən bu tədrisdə günümüzdə ən çox istifadə olunan təqləri, HTML elementlərin zaten sizə izah etdim. Aydındır? Bu dərsləri izləyərək siz HTML ilə demək olar ki, istənilən strukturu qura bilmiş olacaqsınız. Aydındır? Təbii ki, irəli səviyyələri var bunun, amma bu səviyyədə bilməyiniz elə sizin iş mühitində və s. belə deyək də öz fərdi layihələrinizdə çox-çox problemləri həll etmək olacaq. Bunu yadınızda saxlayın. Mən neçə illərdə açığı elə demək olar ki, ən çox bunlardan istifadə edirəm React və s. yazdığımız zamanda. Bir də bir məlumat da deyim, ondan sonra yekunlaşdırıram. Bu biz SEO əhəmiyyətli kodlar yazmaq dediyimiz zaman, yəni başa düşdükdə nəyi nəzərdə tuturuq, SEO nədir və s. React-da məsələn SEO əhəmiyyətli deyil. React yazdığımız zaman inşallah React dərslərində görəcəksiniz. Orada SEO-ya tamam zid belə deyək də kodlar yazılır demək olar. Onun da təbii ki yolları var SEO-ya uyğunlaşdırılmış forması. Amma burada göstərdiklərim saf HTML ilə yazılan kodlardır ki, bunlarla biz veb-sayt və s. hazırladığımız zaman çox güclü SEO tərəfindən də çox güclü bir layihə ortaya çıxmış olur. Bunu da yadda saxlamaq lazımdır. Belə bu dərsimizdə bu qədər. HTML5 təqlərindən sizə bəhs etmək istədim və nə olduğu haqqında biraz məlumat vermək istədim. Bir sonraki dərsimizdə artıq praktik etmiş olacağıq. Növbəti dərsdə görüşək.